Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün Azərbaycanın kədərli bir günüdür. Sənət camiyyəsində, xüsusən də kino camiyyəsində bir ağır itki yüz verib Azərbaycana. Hal-hazırda mən Akademik Milli Dram Teatrının qarşısındayım. Bugün böyük sənətkar, xalq artisti, kinomuzun ulduzu, Babəkimiz, Beyrəyimiz, Nəsimimiz Rasim Balayevin vida mərasimidir. Minlərlə adam, içəridə hətta yer yoxdur, minlərlə adam gəlib onu ziyarət eləməyə hələ də gəlir. Birazdan biz içəri keçəcəyik, orada vəziyyətə baxıb, çalışacağım sənətkarlarla, onu tanıyanlarla, sıravi vətəndaşlarla açıqlama alım. Çox danışmaq istəmirəm, keçək içəri. Bugün çox hüzünlü gündür. Azərbaycanın mədəniyyətinə, incəsənətinə ağır itkidir Rasim Balayevin vəfatı. Mən özümü xoşbəxt sayıram ki, Rasim müəllimlə bir layihədə işləmişəm. Rasim müəllim gənc rejissorlardan yeganə mənəm ki, mənim filmimdə oynayıb. Mən özümü buna görə çox xoşbəxt hiss edirəm. O mənə inanırdı. Uğurlu işin alınacağına inanırdı. Və böyük sənətkarla işləmək böyük məsuliyyətdir. Mən o məsuliyyəti dadmışam, hiss eləmişəm. Allah rəhmət eləsin. Bugün doğrudan da çok ağır bir gündür. Bugün bizim görkemli aktörümüz, sanatkarımız, sevimli dostumuz, kardeşimiz Rasim müəllim dünyadan köçüb. Allah ona rəhmət eləsin, Allah yaxınlarına səbir versin. Ben doğrudur Rasim Balayevlə bir filmdə çəkilməmişəm, bir tamaşada oynamamışım, amma bir insan kimi, bir sənətkar kimi onu çok istirdim. Bizim aramızda da bir dəfə belə bir söhbət olmuşdu. Ayaz Salayevin Yarasa filmi çəkildilər birisi də. Həmən o filmdə Rasim müəllim başrolda idi. Və səsləndirmə zamanı Ayaz məni kastinga çağırdı, Ayaz müəllim. Və kastingdən belə oldu, mən kastingdən keçdim, amma kimi səsləndirəcəyimi bilmirdim. Gəldim, çəkiliş başladı, səsləndirmə başladı, gördüm ki, Rasim müəllimdir. Dedim, Ayaz müəllim, bəs Rasim müəllim özü yaza bilmir. Yəni, yox, o yazır, yəni burada tekstin yarısı Rus dilinədir, yarısı Azərbaycan dilinədir. Yəni, Rasim müəllimdə bir bazı ləhcə var deyə mən istəmirəm. Mən o vaxt Rus dilində yaxşı danışırdım deyənə görə. Neyse, film yazıldı, qutardı. Rasim müəllim bunu işlədi, məndən yaman incidi. Ancaq bilmədim, məndən niyə incidi? Çünki mən özüm yeyib deməmişdim ki, mən yazım o rolü. Çünki mənə kasting eləmişlər. 3-4 nəfər içərisində mənim səsimi seçmişlər. Əsasında 1-2 il mənə çox soğuk münasibətdə oldu. Sonradan vaxt keçdi, barışdıq, hər şey düzəldi. Başa düşüyordu, sənətkar adamdır, bilirdi ki, belə bir şeylər nəyə görə oldu. Allah rəhmət eləsin, doğrudan da bizim xalqımıza, dövlətimizə, incəsənətimizə, əsasında kinomuza çox böyük zərbədir Rasim müəllimin bu dünyadan köçməsi. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Nereyik? Bizə qalan odur ki, belə sənətkarları unutturmayaq, həmişə yadda qalsın. Allah rəhmət eləsin. Bugün biz Azərbaycanın xalq artisti, görkəmli sənətkar Rasim Balayevlə vida mərasiminə yığışmışıq. Rasim Balayev özü ilə sənət apardı. Səhnəmizin Babəki, səhnəmizin Nəsimisi böyük sənətkar idi. Bugün özü ilə o sənət apardı. Çünki düzdür, istedadlı aktyorlarımız var, çox şükür. Amma təbii ki, hər biri də ayrı-ayrılıqda əvəz olunmazdılar ki, Rasim Balayev də məhz bu şəxslərdən idi. Onun yerini inanmıram ki, bundan sonra kimsə doldursun. Onu da qeyd edeyim ki, Rasim Balayev gedişi ilə həm də bizim gəncliyimizi aparmış oldu. Çünki nəinki Rasim Balayevlə birlikdə çalışmış sənət yoldaşları, Allah rəhmət etsin, Yaşar Nuriyev,
Siyavuş Aslan və digər bu kimi sənətkarlarımız özləri ilə birlikdə hissə-hissə bizim gəncliyimizdən qopardılar. Allah hamısına rəhmət eləsin, məkanları cənnət olsun. Xalqımıza ağır itki üz verdi. Rasim Balayev hamımızın sevimlisiydi, xalqın sevimlisiydi. Azərbaycan xalqına ən ağır itki üz verdi. Başımız sağ olsun. Gözəl insan idi, gözəl aktyorumuz idi. Biz demək olar ki, gəncliyimizdə onun oynadığı rollarla bir növ özümüzü ona oxşatmağa çalışırdıq. Gözəl sənətkar idi, nə deyə bilərəm. Başımız sağ olsun, vətənin başı sağ olsun, dövlətimizin başı sağ olsun, xalqımızın başı sağ olsun. Əzizlərinə, ailəsinə baş sağlığı veririk. Xalqımız baş sağlığı. Çox təəssüf ki, mən deyərdim ki, bunu yığcan bir yerdə yox, geniş bir auditoriyada, məsəl üçün açıqlıqda ki, xalq onu görə bilərdi, onun dəfnində iştirak edə bilərdi. Yəni buna görə də sağ olsunlar, Allah rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun. Rasim Balayev bizim həm yerli kimi, həm də millətimizin, xalqımızın bir fəxridir. Allah ona rəhmət eləsin. Mən onu uşaqlıqdan izləyirəm. Bunun bütün filmlərinə baxmışam. Rasim Balayev haqqında o qədər gözəl sözlər demək olar ki, mən çox çətinlik çəkirəm. Allah ona rəhmət eləsin. Məkanı cənnətli olsun. Azərbaycan kino sənəti, Azərbaycan mədəniyyəti böyük bir şəxsiyyətidir, böyük bir sənətkaridir. Elə bir sənətkar ki, öz adı ilə doğulsa da, onu Azərbaycanda hamı Beyrək, hamı onu Babək, Nəsimi kimi tanıyırdı. Hətta hərəkətlərinə, hansısa bir sözünə cəmiyyətin reaksiyası fərqli olanda demirdilər sən Rasim Balayevsən, deyirdilər ax sən Babəksən, ax sən Beyrəksən. Sən niyə bu cür danışırsan, niyə bu cür mövqe bildirirsən? Və ömrünün sonuna kimi Rasim Balayev sübut edə bilmədi ki, mən Rasim Balayevəm. Cəmiyyət onu Beyrək kimi, Nəsimi kimi, onu Babək kimi tanıdı. Bu, sənətkar üçün çox böyük xoşbəxtçilik idi. Yaratdığı obrazla əslində insanların qəlbinə yer etmişdi, özünün orada heykəlini ucaltmışdı. Güman etmirəm ki, Azərbaycanın uzun illər hələ kino sənətində, kino tarixində belə bir obraz yetişdirmək olacaq, belə bir sənətkar olacaq, belə bir insan bir daha olacaq. Mən çox sevirdim Rasim Balayevi. Allah qəni-qəni rəhmət eləsin, ruhu şad olsun. Və arzu edərdim ki, bəlkə nə zamansa Azərbaycan səhnəsində, Azərbaycan sənətində bir də onun kimi sənətkarlar olsun. Allah rəhmət eləsin. Bir gün doğrudan da sənəti bilən, Azərbaycan mədəniyyətini və Azərbaycan incəsənətinə çox böyük bir deməli kədər baş vermişdi. Rasim Balayev Azərbaycan mədəniyyətində xüsusi çəkisi, xüsusi rolu olan bir insan idi və onun vəfatı təbii ki, hər bir Azərbaycanlı üçün o vəfat xəbərini biz üzüntüdən qəbul elədik. Allah rəhmət eləsin. Rasim Balayev böyük aktyor olmaqla yanaşı, həm də böyük bir ziyalı idi. Böyük bir fikir adamı idi. Və yeri həmişə görsənəcək böyük bir sənətkar idi. Allah rəhmət eləsin, millətimizə başsağlığı verirəm. Mədəniyyət xadimlərinə başsağlığı verirəm. Allah məkanını cənnət eləsin. Allah qəni-qəni rəhmət eləsin. İlk cümlə bununla başlamaq istəyirəm. Rasim müəllim layiq olmayan, vaxtı çatmayan bir ölümlə getdi. Çox təəssüflənirəm. Elə insan idi ki,
mədəniyyət aləmində, kino aləmində öz möhrünü vurub getmiş bir insan. Mənə elə gəlir ki, Azərbaycan mədəniyyəti, Azərbaycan kino sevərləri, teatr sevərləri heç vaxt Rasim Balayevi unutmayacaq. Çünki özünün dəsti xətti olub bu sahədə, özünün sözü. İnsan kimi çox gözəl insan, rəhbər kimi çox gözəl rəhbər, aktyor kimi isə əvəz olunmaz, doğrudan da. Ruhu şad, məkanı cənnət olsun. Biz aktyorlar üçün nə qədər ağırdısa, mən təsəvvür edirəm ki, onu sevən tamaşaçılar üçün daha ağır, onu başa düşürəm. Nə deyim valla, kaş yaşayaydı. Ruhu şad, məkanı cənnət olsun. Həm Kadus şəhərində olmuşam, filmə çəkilmişik bir yerdə. Rəhmətli Səməndər, Rasim Balayev, mən, sonra müğənnilərdən Mirzə Babayev, Eta Slatko Slova Svoboda, bu azadlıq şirin sözdür, filmə çəkilmişik bir yerdə o vaxtı və onun həm çöllüyünü görmüşəm, həm sənətin böyüklüyünü görmüşəm, hər tərəfini görmüşəm mən. Onu ağır günlərdə, xoşbəxt günlərdə görmüşəm mən. Mən elə bilirəm ki, xalqımız böyük bir sənətkar itirdi günləri. Mən nə deyə bilərəm? Allah rəhmət etsin, qəni, torpağa nurla dolasın. Bugün çox üzüldüm. Nəyə üzüldüm? Həm qürur duyuram Rasim müəllimin o gözəl obrazları üçün, həm o keçmişdə əbədi bir izi qalıb, ondan qürur duyuram. Amma çox üzüldüm ona görə ki, Rasim müəllim kimi bir insanı itirdik, əbədiyyətə qovuşdu. İnanırsınız ki, zamanında Rasim müəllimin yanında mən Tofiq Quliyev, Rəsul Urza, Rəşid Beybudoğlu, Üzüyümün qaşı Firuzədən də oxumuşdum. O qədər təsirləndi. Dedi, İlham, oğlum, valla mən keşke cavan olaydım, sən o filmlərə elə çəkərdim, elə mahnılarda önə çəkərdim. Onun o ürəyi idi, onun o gözəlliyi idi. Valla hər adam insan sənətkar ola bilməz. Rasim müəllim o qədər gözəl bir insan idi. Həm sənətkar idi, həm insan idi. O Səməd Vurğunun bir sözü var, deyir, yüksəl fəqət insanlığa pis gözlə baxanlar dünyada bir ad qoysa da insan ola bilməz. Ona görə insan sənətkar olmaq çox hər adama məxsus deyil. Rasim müəllim ən gözəl insan idi, həm gözəl sənətkar idi. Allah ruhunu şad eləsin, ruhu şad olsun, məkanı cənnət olsun. Rasim müəllim hər zaman o sevən insanların qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, ruhu şad olsun, məkanı cənnət olsun. Çünkü eşkin meskenidir könlümün viranesi. Hasret abim mekan etmek dilersen. Çünkü yakin bildi neslimi eşkini oldu veli. Ol yakini sen itiman etmek dilersen. Bu çox ağır gündür. Ümumiyyətlə, sənət dostları üçün çox ağır bir gündür. Ümumiyyətlə, xalq üçün də ağır gündür bu. Ümumiyyətlə, insan var ki, evdən gedir, ailədən gedir. İnsan da var, eldən gedir. Bəlkə bu sözü çox təkrar edirlər, amma Rasim eldən gedən insandır, eldən gedən sənətkardır. Mən onun lap cavan vaxtından biz hətta xalq teatrında, Lütfü Məmmədbəyovun xalq teatrında 26-larda biz bir yerdə çıxış eləmişik. O 2-ci kursda oxuyurdu, mən hələ 10-cu sinifdə oxuyurdum. Biz bir yerdə çıxış eləyirdik. Sarı Əlcək bir tamaşası var idi. Burada Amerikan zabitlərini canlandırırdı. Sonra da çox rastlaşmışıq. Mən onun sənətinə vurğun olmuşam, bir aktyor kimi. Allah ruhunu şad eləsin onu, yerində behişt eləsin. Elə sənətkarlar heç vaxt yaddan çıxmayacaq. Ruhu şad olsun. Rasim Balayev elə sənətçilərdən, elə aktyorlardan idi ki, onunla bir səhnəni bölüşmək, yəni yararlana biləcəyin, nələrsə öyrənə biləcəyin tərəf müqabili idi və mən özümü xoşbəxt hiss edirəm ki, onunla bir səhnəyə bölüşmək,
mənə nəsib olub onunla söhbət eləmək, ondan nələrsə öyrənmək mənim qismətim olub. Buna görə özümü şanslı hiss edirəm və əlbəttə ki, Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Allah rəhmət eləsin. Bu rənc möhnəti gör ki, qəm içində çəkər gönül. Misalından məni ayrı kərəm qıyma lütfeyle. Məslinlə müdam olmaq dilər, şam səhər gönül. Mən gedirəm ora. Gəl ara könlümün için, gör ey can ki fəlağından, nə acı hissələr yolda, nə ağırlar çəkir. Ey müsəlmanlar, bugün oluyor, günah ayrılır, ağlamayın neyini, gün gövdeden can ayrılır. Ey sənəti sinavlarımdan naları sar eylərəm, gözlərindən sarasam dəryayımlar ayrılır. Onun səbəbdəndir ki, mən bimar, rəncur olmuşam. Xəstə könlüm mərəm, o dərdə dərman ayrılır. Bizim xalq artistimiz, İstiqlal Ordenli, hörmətli aktyorumuz Rasim Balayevin dəfin gününə yığışmışıq. Milli Teatrdan götürülür bu günləri. Mən Rasim Balayevlə xatirələrim çoxdur. Onunla bir serialda da çəkilmişəm. Keçmişin izində. Elə filmi çəkən rejissorumuz da buradadır. Bax, dayanıb Sərdar. Sonra Şəhriyar davam elədi. Yaxşı günlərimiz olub. Mən orada baronu oynayırdım. Rasim Balayev isə avtoriteti oynayırdı. Mənim ölümümə hökm verdi. Dedi, bir günə bu aradan götürülməlidir. Snayperlə uzaqdan vursalar da mən ölmədim, qaldım. Amma dostluğumuz möhkəm olub da. Tez-tez görüşürdük. Sonra Kino İttifaqıda yanına getmişəm, dəfələrlə söhbət eləmişəm. Bir dəfə 3-4 saat oturmuşam orada, söhbət eləmişəm. Sonra deyirəm, mən gedim də. Deyir, hara gedirsən? Otur biraz da söhbət eləyədi. Yəni belə də. Allah rəhmət eləsin. Yaxşı yoldaş idi, yaxşı aktyor idi, böyük insan idi. Da bizim tariximizi yaşatdı da, Nəsimi, Babək, Dədə Qorqudda Beyrək. Mənim ən çox xoşuma gələn filmlərindən biri elə Müsavat komandirini oynayırdı. O Qatır Məmməddə, Əziz rolunda. O bir dəfə ona dedim ki, bu axırda bu ölmək səhnəsi mənə çox qəribə gəldi. Hardasa görmüşəm. Dedi ki, sən aktyorsan ki, dedim, Amerikanların bir kinosu vardı, Pagonia, təqib. Marlon Brando oynayırdı. Olduğu kimi filmin axırında o nətər hərəkət eləmişdisə, indi çox adam onu görməmişdi. Hərdən plagiat da lazımdır, yaxşı mənada, amma yaxşı iştirak elədi. Çox sağ ol Səbih müəllim, siz də bu gün də məndən müsahibə aldınız. Allah sizə də can sağlığı versin. Siz bilirəm, Rasim sevərsiniz. Neysə, bu qədər də, hə? Burada